Gəlin birlikdə qalibi seç düyməsinə əgər dostlarımız hazırdırsa sıxaq və ilk növbədə 26-cı günün tirajının qalibinin seçilməsi prosesinə başlayaq. Ondan geriyə sayacağıq. Bəli, artıq bizim məhz qalibi seç xanamız ekrandadır və siz də görürsünüz. İndi qalibi seç düyməsini sıxacağıq və 10 saniyədən sonra bir nəfər bizdən iPhone 17 qazanacaq. Çox rahat şəkildə şans paketi alıb, qoşulub bizim loteriyamıza və bizdən iPhone 17-ni hədiyyə alacaq. Varmı artıq biz hazırıq mı dostlar? Onda sıxaq qalibi seç düyməsini. Çox maraqlıdır. Bəlkə də izləyənlərdən kimsə siz qalib olacaqsınız. Artıq 8 saniyə qalıb. 7, 6, 5, 4, 3, 2, 1, 0. Alqışlayırıq dostlar qalibimizi. Təbrik edirik. 26-cı günün tirajının qalibi 55 227 22 mobil nömrəli dostumuz iPhone 17-ni qazandı. Bir daha nömrəsini xatırladım. 55 522 yox 227 22 mobil nömrəli dostumuz bizdən 26-cı gündə iPhone 17-ni hədiyyə qazandı. Keçid alaq 27-ci günün tirajına. Görək 27-ci günün qalibi kim olacaq? Əgər qalibimiz buradadırsa mütləq şəkildə canlı yayımda yazsın ki, biz onu daha yaxından tanıyaq. Qalibi seç düyməsini sıxaq və ondan geriyə sayacağıq indi. 7, 6, 5, 4, 3, 2, 1, 0. Alqışlayırıq dostlar. Növbəti 27-ci günün qalibi 55 661 13 mobil nömrəli dostumuz iPhone 17-nin qalibi oldu. Bir daha mobil nömrəsini səsləndirim. 55 661 13 mobil nömrəli dostumuz bizdən iPhone 17-ni qazandı. Və təbii ki, bugün bizim ən əsas, ən həyəcanla gözlədiyimiz məqam 4-cü həftəlik Zikr avtomobilinin sahibinin seçilməsidir ki, bu prosesdə də bizim xüsusi qonağımız var. Və o, məhz bugün bizə Zikr avtomobilinin sahibini, necə deyirlər, təyin edəcək, kömək edəcək bu barədə. Və mən çox böyük məmnuniyyətlə həmkarımı dəvət eləmək istəyirəm. Az sonra artıq biz biləcəyik ki, Zikr avtomobilinin sahibi kimdir? Bugünün məxsusi qonağı isə tanınmış aparıcı, dəyərli həmkar Tural Əsədov olacaq. Az sonra Tural Əsədov çox maraqlıdır ki, həyəcanla gözləyirik, bizə Zikr avtomobilinin sahibini açıqlayacaq. Axşamınız xeyir olsun, hamınızı salamlayıram. İlk növbədə həmkarım Raufa və Bakselə bu fürsəti yaratdığına görə təşəkkür eləmək istəyirəm. Çünki bugün biz Zikr 001 avtomobilinin sahibini müəyyən eləyəcəyik. Süni intellekt vasitəsilə və inanıram ki, süni intellekt bu dəfə kiməsə çox insani münasibət göstərib onu qalib eləyəcək və biz bir neçə saniyədən sonra həmən o qalibin nömrəsini biləcəyik. Daha sonra ona zəng eləyəcəyik, daha sonra onunla görüşəcəyik. Üzümüzə gələn bir neçə gün ərzində və avtomobilin açarlarını ona təqdim eləyəcəyik. Hələ ki imkanınız var, siz də bu lotereyada iştirak eləyə bilərsiniz. Ulduz 3 yes yığıb öz nömrənizi siyahıya əlavə eləyin və şans qazanın. Şansları artıra da bilərsiniz. Bütün məlumatlardan siz lotereya.baksel.com saytından tanış ola bilərsiniz. Mən isə artıq çox həyəcanlı olaraq İstəyirəm ki, bugünkü günün əsas qalibini müəyyən eləyək. Bilirəm ki, iPhone 17-lər artıq sahiblərinə çatdı, amma görək bu avtomobil kimə çatacaq. İndi birazdan, bir neçə saniyədən sonra düyməni sıx ekrana gələcək düyməsi və onu sıxmamışdan əvvəl bizim geriyə sayımız olacaq 10 saniyə ərzində. Hələ də o 10 saniyə ərzində siz Ulduz 3 yes SMS-i göndərərək iştirak eləyə bilərsiniz. Mən hazıram, bəs bizim operatorlarımız hazırdılarsa, onda gəlin bir alqışlayaq bizim iştirakçılarımızı. Biz əslində burada həddindən artıq çoxu, siz yalnız ekranda məni görürsünüz, amma hamı həyəcanlıdır burada, hamı o qalibi görmək istəyir, nömrəsini bilmək istəyir. Başlaya biləriksə, buyurun. Və 3, 2, 1 qalibi seç düyməsi basıldı və bizim geriyə sayımız var. 9, 8, 7, mən elə gəlir saniyələr də çox uzun çəkir. Hamı həyəcanlıdır, hətta bizim taymerimizdə. 5, 4, 3, 2 və 1.
qalibimizin nömrəsi ekrana gəlir və biz onu alqışlarımızla təbrik eləyirik. Bu 55 437 29 son iki rəqəmi özümüz bağlamışıq ki, sizdən gelib bizdən qabaq təbrik eləməyəsiniz. Və həmən o qalibimizi Zikr 001 avtomobilinin sahibini təbrik eləyirik. 55 437 29 nömrəli abonentdir. Son iki rəqəmi biz birazdan özümüz zəng eləyib onu təbrik eləyəcəyik. Təbrik eləyirik sizi. Hələ də imkanınız var, şansınız var. Şanslarınız bol olsun deyə çoxlu SMS göndərirsiniz və ən əsası dekabrın 31-də Porsche Cayenne kimə çatacaq? Bax, onu müəyyən eləməyə səbirsizəm və əminəm ki, o da layiqli öz sahibinə çatacaq. Təşəkkür eləyirəm, təbrik eləyirəm hamınızı və Ulduz 3 DS yığmağı da yaddan çıxarmayın.